Salam, bugün mən sizə coğrafiya güvən nəşriyyatı 2024-cü il güvən nəşriyyatı səhifə 296-da demək dil ailələri, dil qrupları və onlara daxil olan xalqlar haqqında məlumat verəcəyəm. Altay dil qrupuna daxil olan türk xalqları, türk dil qrupuna daxil olan Altay dil ailəsinin türk dil qrupuna daxil olan xalqlar haqqında məlumat vermişdim. Bu gün isə Monqol və To'nguz, Mancur xalqları qrupuna daxil olan xalqlar haqqında məlumat verəcəyim. Buryatlar əsasən Rusiya Federasiyasında Buryatiya Muxtar Respublikası, qismən də Monqolistan və Çində yaşayan Monqol dilli xalqdır. Və ümumi sayları 600 min nəfərdir. Rusiya, Monqolistan, Çin Xalq Respublikası, Ukrayna, Qazaxstanda yaşayan buryatların sayı göstərilir. Dilləri buryat dilidir, dini tengriçilikdir, şamanizm və qohum xalqlar Monqol xalqları və türklər. Və burada əhalisi haqqında müəyyən qədər məlumat vardır. Milli geyimləri burada göstərilir buryatların. Monqollar Monqol dilində danışan bütün xalqların tarixi adı Çingizxan, Xubilay və digər önəmli şəxslərin burada şəkilləri verilmişdir. Ümumi sayları 10 milyon nəfərdir. Yaşadığı ərazilər Çin Xalq Respublikası, Monqolistan, Rusiya ərazisində yaşayan Monqolların sayı qeyd olunur və dilləri Monqol dili, buryat dili, dini buddizm, şamanizm, İslam, xristianlıq, tengriçilik, qohum xalqlar, tibetlilər, türklərdir. Milli geyimlər.
Nanaylar Amur çayının aşağı və Suri çayının sağ qollar sahilində yaşayan xalqdır. Rusiya Federasiyası, Xabarovsk ölkəsi və Rusiyada təqribən 10,5 min nəfərdir. Bir hissəsi içində Sungari və Usuri çaylar arasında yaşayır. Və nanaylar nanay dilində danışırlar. Dinləri xristianlıqdır, şamanizmdə qalıqları var. Yəni şamanizmində qalıqları var. Nanaylar burada göstərilir. Milli geyimləri. Evenklər və yaxud da Xamniqanlar Şərqi Sibirin yerli əhalisidir. Qohum xalqlar Manchuriyalılar, Xamniqanlar və Samagirlər. Burada milli geyimlər. Ermənilər haqqında məlumat verməmişdim keçən videoda. Ermənistan əhalisinin əsasını təşkil edirlər.
sayları demək 8 milyon 10 milyon nəfərdir və dünyanın müxtəlif ölkələrində yaşarlar. Dilləri erməni dilidir. Dini xristianlıq, Qriqoryan, katolik, protestantlıq, etanizm, Bohum xalqlar, hemşinlilər və milli geyimləri.